Aha. Feyləqus da çox ədalətli hökmdar idi. Buna görə müharibə edib yersiz qan tökməkdənsə xərac verib ölkəsini sülh əmin-amanlıq içində yaşatmağı daha üstün tutdu. Ona görə xərac verdi, Daradan ölkəsini xilas elədi. Feyləqus kiminlə münasibət qurdu? Münasibət qurdu, yəni ailə qurdu. Kiminlə sizcə? Kimdən evləndi? Sarayındakı ay yüzlü bir qızla. Feyləqus bir gün deyir sarayda gəzəndə, o bilirsiniz ki, orada hərəmxana olur, da qızlar olur. Burada qızların birinə çox vurulur. Çox gözəl idi İskəndərin anası və o qızla evlənir və 9 ay keçir. 9 ay yox, daha doğrusu demək İskəndərin anası deyim də, belə deyim. Bunlar evlənəndən sonra hiss edir ki, bətnində uşaq tərpənir. Buna görə burasını xüsusi vurğulayım. Feyləqus tez münəccim çağırır. Münəccimlər də sanki o vaxtın uyğun həkimlər olur. Çağırıb ki, bəs gör bu uşağın gələcəyi taleyi necə görürsən? Münəccim baxıb və deyir, sənin elə bir övladın olacaq ki. Bunu sual kimdə yazmışam? Deyir ki, münəccim doğulacaq körpənin taleyini necə gördü? Cavab, nurdan da parlaq. Deyir, sənin elə bir övladın olacaq ki, onun taleyi, bəxti nurdan da, yəni nur işıq deməkdir, işıqdan da parlaq olacaq. Və bu da Feyləqusu təbii ki, çox sevindirir. Dünyaya gələn körpə böyüdükcə hansı xüsusiyyətlərlə diqqəti çəkir? Artıq İskəndər dünyaya gəldi. Və hansı xüsusiyyətlərlə diqqəti çəkdi? Beşikdəykən meydan axtardı. Beşikdən yəhərə atıldı. Yəhər bilirsiniz, atın belinə salınan şey deyirlər. Yəhərə atıldı. Dayədən oxla kaman istədi. Uşaqkən, hə. İpəyi, kağızı nişan aldı. Demək, dayədən ipəyi alırmış, ipəyi kağızı belə göyə atırmış, o yerə düşənə qədər göydə oxla vururmuş. Yəni, uşaq vaxtı İskəndərin oyuncağı oxla kaman olub, qılınc olub, uşaqlığından, belə deyim də, hərbə marağı olub, meyil olub. Bu isə bitdi. Burada gördünüzmü nədən danışdıq? Dastanın başlanğıc hissəsində İskəndərin atası Feyləqusun hakimiyyətə gəlməsi, ölkədə ədaləti bərqərar etməsi və ona ədalətli hökmdar kimi Daranın rəqib çıxması və Feyləqusdan xərac alması, sonra Feyləqusun saraydakı bir qızdan evlənməsi və bu qızdan İskəndər adlı oğlunun dünyaya gəlməsi. Bu isə bitdi. İndi gəldik 3-cü başlığa, İskəndərin təlim alması. Məntiqlə fikirləşəndə uşaqlar ardıcıl gedir. Feyləqus evləndi, oğlu oldu, oğlu artıq indi məktəbə getməlidir, təlim almalıdır, böyüməlidir. Artıq keçdi İskəndərin uşaqlığı. İskəndər dünyaya gəldi. İndi İskəndər dünyaya gələndən sonra onun uşaqlığı necə keçdi? O necə oxudu, necə təlim aldı, necə böyüdü? Gəlin onun uşaqlığına baxaq. Ardıcılıq bu şəkildə gedir. Sual. İskəndər kimdən təlim aldı? Cavab. Alim Niqumaşdan. Niqumaş alimin adıdır. Döyüş təlimlərini də ondan aldı? Cavab. Xeyr. Bu testə düşmüşdü, bunu testdən götürmüşəm. Testə salıb ki, İskəndər həm döyüş təlimlərini, həm də elmi Niqumaşdan öyrəndi. Bu yanlış cavabdır. Niqumaş alim idi, döyüşçü deyildi. O İskəndərə sadəcə elm, təlim, tərbiyə öyrədirdi. Döyüş sirlərini Niqumaşdan öyrənmədi. Yada saxlayın, testə səhvən salmışlar. İskəndərin həmdərsi kim idi? Həmdərs, yəni sinif yoldaşı kim idi? Niqumaşın oğlu Ərastu. Ərastu sizin tanıdığınız Yunan alimi Aristotel. Fars mənbəsində adı Ərastu deyə keçir. Burada göstərirlər ki, yəni Ərastu, Aristotel, Niqumaşın oğludur, İskəndərin müəlliminin oğludur. İskəndərlə də bir sinifdə oxuyur, sinif yoldaşdılar. Həm sinif yoldaşdılar, həm dostdular, həm qardaşdılar. Çox, yəni yaxın mehribandılar. Sual. Niqumaş İskəndərə kimi tapşırdı? Cavab. Oğlu Ərastunu. Amma burada xüsusilə bir incəlik var, xüsusi bir incəlik. Yəni, xüsusi diqqət çəkən məqam var. Qətiyyən səhv salmayın, testə səhv salmışdılar. Testə salıblar ki, Niqumaş İskəndərdən oğlunu özünə vəzir etməsini xahiş elədi. Bu yanlış cavabdır. Oğlunu İskəndərə bəhbət tapşırdı. Dedi, mən qoca yaşlı başlı insanam. Mən dünyadan köçəndən sonra, dünyamı dəyişəndən sonra Ərastuya sahib çıx. Dedi, səndə dövlət var, onda hünər var. Yəni, səndə taxt, tac, belə şeylər var, mənim oğlumda da hünər var. Əgər ikiniz birləşərsəz, bu dövlət yenilməz olar. Belə dedi, tapşırdı. Amma İskəndər ona nə söz verdi? İskəndər aliminə nə söz verdi, müəlliminə? Söz verdi ki, mən taxta çıxandan sonra Ərastunu özümə vəzir götürəcəm.
Və verdiyi sözün üstündə də durdu. Taxta çıxandan sonra onu özünə vəzir götürdü. Yəni sözün axıra kimi tutdu. Yaxşı, Niqumaşın İskəndərə verdiyi məsləhət. Nə məsləhət verdi bir müəllim kimi ona? Nə məsləhət verdi? Dedi, sırğa ilə qulağından as. Məsləhəti, qızla gümüşə alidə olmamağı. Feyləqusun ölümündən sonra taxta kim çıxdı? Cavab, təbii ki də İskəndər. Bu isə bitdi. Bax, İskəndərin təlim alması hissəsində özünüz də gördünüz ki, İskəndərin məktəbə getməsi, Niqumaşdan təlim alması, onun oğlu Ərastu ilə bir sinifdə oxuması, müəlliminin ona bir böyük kimi, müəllim kimi məsləhət verməsi və oğlunu ona tapşırması, İskəndərin ona söz verməsi, Feyləqusun ölümü. İskəndərin atası dünyasını dəyişdi və bundan sonra İskəndər taxta çıxdı. Bitdi. Bu isə bitdi. Üçüncü başlıq, İskəndərin təlim alması başlığı bitdi. Gəldik dördüncü başlığa, dördüncü hissəyə, ardıcılığa diqqətli olun. İskəndərin taxta çıxması. Biz burada qısaca dedik ki, Feyləqusun ölümündən sonra taxta İskəndər çıxdı. Bu məlumatı verdik, hissə bitdi. İndi gəldik İskəndərin taxta çıxması. Gəlin görək, taxta çıxandan sonra nələr etdi, hansı addımları attı. Sual 1. İskəndər taxta çıxandan sonra hansı addımlar attı? Yəni, nə elədi bir hökmdar kimi? Baxaq. Atasından qalan adətlərin bəzilərini saxladı. Bax, testə düşən adamlardır. Orada salıb ki, atasından qalma adətləri, qanunları hamısını ləğv elədi. Hamısını ləğv eləmədi. Bəyəndiklərini saxladı. Bəyənmədiklərini ləğv etdi. Bax, diqqətli olun, saxladığı da var, ləğv etdiyi də var. Bax, ona görə deyir ki, adətlərin bəzilərini saxladı. Yəni, sildikləri də var. Saxlamadıqları da var. Sonra köhnə adəti saxladı. Köhnə adət deyərkən bilirsiniz nə deyir? Daraya xərac vermək. Axı onun atası Feyləqus hər il daraya xərac verirdi. Bu köhnə adət idi və İskəndər də taxta çıxandan sonra daraya xərac verməyə davam elədi. Köhnə adət deyərkən bunu nəzərdə tutur. Ha, bax, diqqətli olun. Sonra yaxşı əməlləri ilə atasından geri qalmadı. Demək, ən azı atası kimi yaxşı, əməli salih, ədalətli hökmdar oldu. Ölkə onu çox sevdi. Sonra bildinizdə nə oldu? Demək, atasından qalan adətlərin bəzilərini saxladı, bəzilərini ləğv etdi. Köhnə adəti saxladı, yəni daraya xərac verməyə davam elədi. Yaxşı əməllərlə atasından geri qalmadı və xalq onu çox sevdi. Yəni, taxta çıxandan sonra elədi bu. Sonra, hansı vergini tamamilə ləğv etdi? Cavab, dehqan vergisini, yəni tamamən ləğv elədi. Kimlərdən bac və xərac almadı? Baxın, tacirlərdən bac almadı. Ölkə əhalisindən xərac almadı. Test ola bilsin bunu səhv verər. Tacirdən bac, ölkə əhalisindən xərac almadı. Növbəti sual. Müəlliminə verdiyi sözü tutdu mu? Bəli, tutdu. Taxta çıxan kimi Ərastunu özünə vəzir elədi. Yəni, taxta çıxandan sonra atdığı addımlardan biri də budur. Ərastunu özünə vəzir elədi. Gəlik digər başlığa, 5-ci başlığa. 4-cü başlıqda bildiniz. İskəndər hakimiyyətə çıxma, taxta çıxması. İskəndər taxta çıxdı. Hansı qanunları qəbul elədi, hansı qanunları ləğv elədi və Ərastunu özünə vəzir seçdi. Bac xərac almadı, dehqan vergisi falan filan vergilər. Yəni, onun İskəndərin taxta çıxarkən hökmdar kimi gördüyü işlər. Qayda qanun, yəni elə təsəvvür edin ki, konstitusiya qəbul edib də, prezident yenidən konstitusiya qəbul edib. Bax, belə yadınıza saxlayın ki, taxta çıxan kimi ölkənin idarə olması ilə bağlı məsələləri birinci olaraq həll elədi. Hələ ki, döyüş, müharibə olmayıb. Sadəcə qanunlar, dövlət qanunları bunlarda dəyişiklik elədi. Taxta çıxanda ilk atdığı addım bunlar oldu. Bir də Ərastunu özünə vəzir seçməyi. Bitdi. Hələ ki, müharibəyə keçməmişik. İndi gəldik 5-ci başlıq. Artıq döyüş başlayır. Bayaq siyasi məsələlər idi, qayda qanunlar idi. İndi müharibələr başlayır. İskəndərin ilk müharibəsi, ilk döyüşü. Bax, indi buna keçdik. Ardıcılığa diqqət. 5-ci başlıq. Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması. Zənci qoşununun gəlməsindən İskəndərin xəbərdar olması. Döyüş başlayır. Sual. İskəndər məclis qurmuşdu. Bu vaxt ona hansı xəbər gəldi? Cavab. Bir yığın məzlumun ondan kömək istəməsi. Demək, İskəndər məclisdə oturub, yeyib, içdiyi vaxt bir nəfər gəlir deyir ki, bəs bilməzsən,
bir yığın adam gəlib sənin qəbuluna, səndən kömək istəməyə gəliblər. Gəlin görək, bu gələn kömək istəməyə gələn kimlər idi? Gələn Misirlilər idi. Misirlilər ondan kömək istəməyə gəlmişdilər. Yəni, nə baş vermişdi ki, ondan kömək istədilər? Baxaq. Misirlilər ondan nə istədi? Zəncərin hücumundan Misiri qorumağı. Bunu istədilər. Ki, yəni, Misirlilər gəlib ki, zəncilər bizim ölkəyə hücum eləyib, bizə kömək elə, gücümüz çatmır, bizi onların hücumundan xilas elə. Belə. Bəs yaxşı, zəncilərin qoşunu hədsiz çox idi. Zənci hədsiz çox idi. Bu İskəndəri qorxudurdu mu? Cavab. Bəli, qorxudurdu. Bu testdə var. Bu xırdalıqlar hamısı testdə var uşaqlar. Qorxudurdu. Yəni İskəndər qorxurdu. Çünki o hələ döyüşə girməmiş daha hökmdar kimi. İlk döyüşürdü və təbii halda normal bir şeydir. Qorxu hissi keçirir. Sayca da çox. Özü zəncilər bilsiz necə idi? Vəhşi. İnsan əti yedilər, insan qanı içirdilər. Bu cür vəhşi bir tayfanın hücumuna məruz qalıb Misirlilər. Təsəvvür edin. İskəndər bu mövzu barəsində kimlə məsləhətləşdi? Cavab. Vəziri Ərastu ilə. Ona məsləhətləşdi. Baxın, testdə düşür, İskəndər uşaqlar heç vaxt öz başına addım atmırdı. Çünki bilirdi ki, Ərastu çox ağıllıdır. Bir adam ki, filosofdur da, məlum məsələdir. O, atdığı hər addımda Ərastu ilə məsləhətləşirdi, ondan sonra addım atırdı. Yəni, heç vaxt belə deməyib də ki, yox, mən hər şeyi bilirəm, mən hökmdaram, yox, məsləhətləşdi ki, yəni mən neyiniyim? Gedim, getməyim. Yəni, zəncilərlə döyüşə gedim, getməyim. Bunu məsləhət aldı. Vəzir ona nə məsləhət verdi? Ərastu ona dedi ki, qalx, bəxtini sınamaq vaxtıdır. Əgər şah zəfərlər qazansa, şahlığının təməli də möhkəmlənər. Bunu izah edeyim. Ərastu orada onu izah edir ki, yəni, sən nə vaxtsa döyüşə girməlisən. Nə vaxtsa bu cəhdi eləməlisən, hökmdar olasan, döyüşməyəsən, olacaq şey deyil. Yəni, gəliblər səndən kömək istəyirlər. Məncə get. Getsən yaxşıdır. Get özünü hökmdar kimi həm sına döyüşdə. Həm də yəni İskəndərin varlığını sübut elə bir. Hər kəs qoy səni daha yaxşı tanısın. Sonra nə baş verdi? Zəncilərin ölkəsi hara idi? Bu indi izah elədiyim yerə uşaqlar demək, nə Gönçə Qədirlinin kitabında, nə MHM-də yoxdur. Əsərin özündən, yəni belə deyim də, orijinal versiyasına mən sizə izah edirəm. Əsərin əslindən. Zəncilərin ölkəsi hara idi? Zəngibar. Ölkənin adı, yəni zəncilərin ölkəsinin adı Zəngibardır. Zəngibarın demək zənciləri Misrə hücum edib. Bəs yaxşı, zəncilərin hökmdarı kim idi? Adı Pələngər. Çox qan içən hökmdar idi, zalim. Pələngərin hansı addım İskəndəri özündən çıxartdı? Cavab. Demək, Qobranı sizə danışım. Sual cavabdansa belə danışım. Yəni, əsərin özündən danışım. Demək, uşaqlar, bu Pələngər, İskəndər Ərastunun da məsləhətindən təbii ki, birbaşa döyüşə girmədi. Əvvəlcə onun yanına elçi göndərdi. Ki, bəlkə sülhlə, danışıqla onu razı salıb. Öz də onun yanına elçi kimi göndərdi? Tutiyanuşu. Tutiyanuş kim idi? Tutiyanuş birinci İskəndərin ən çox hörmət etdiyi ölkəsində, ən çox sevdiyi, ən yaxın dostu. O həm gözəl natiq idi, həm alim idi, həm gözəl döyüşçü idi. Bax, burada da qeyd eləmişəm, həm yaxşı ox atırdı, profesional ox atırdı. Atan idi, atıcı idi. Qılınc vurmaqda da mahir idi. Həm də onun gözəl nitq qabiliyyəti var idi, natiq idi. Və İskəndər əmin idi ki, Tutiyanuş Pələngəri öz nitqinlə, savadınla, elminlə, dünya görüşünlə bir şəkildə yola gətirəcək. Yəni, müharibə qan töymə istəmir də. Və əminliklə Tutiyanuşu göndərdi onun qəbuluna. Pələngər neynədir? Pələngər bir dənə yekə teş gətirdi, böyük. Teş bilirsiniz də, o böyük. Belə bölgələrdə ona tiyən deyirlər, böyük belə tiyənlər. Teş gətirdi. Orada Tutiyanuşun başını kəstirdi həmin tiyənin içində. O axan qanı da, teşdə tökülən qanı başladı içməyə. Yəni, badəyə doldurdu, içdi. Badəyə elçinin qanını içməyə başladı. Təsəvvür edirsiniz? Ona görə deyirəm, həqiqi mənada qan içən insandır.
Və Tutuyanışın bu şəkildə öldürülməsi İskəndərə o qədər pis təsir elədi ki, bu insan depressiyaya düşdü. Təsəvvür eləyin, 3 gün nə yedi, nə içdi, İskəndər ağüstə yataqda yatası oldu. Və bundan sonra yenə Ərastu ona dedik, yəni yatmaq bir fayda vermir də, yatmaqdan nə çıxır? Ən yaxşısı dur, qalx, özünə gəl və bir çarə tap, belə olmaz. Bilirsiniz nə oxşadı? Koroğluda da var idi. Koroğlu da o da 3 gün Qıratı oğlananda ağız üstə yatdı, yemədi, içmədi. Bax, eyni situasiya iki əsərdə də var. İskəndər qalxdı ayağa, nə qalxdı? Qalxdı da ayağa və and içdi. And içdi ki, pələngəri yaşamağa qoymayacaq, onu məhv edəcək. Bəs İskəndər verdiyi andı yerinə yetirə bildimi? Bəli, yerinə yetirdi. Çox ağır döyüş keçdi. Yəni, dəhşətli döyüş, qanlı döyüş getdi, amma sonunda çətinliklə də olsa pələngəri məğlub elədi. Tutuyanışın qisasını aldı. Burada demək, 5-ci başlıqda nə oldu? İskəndərin zəncirlərlə döyüşü, pələngərlə döyüşü, İskəndərin ilk döyüşü. 5-ci başlıq buydu. Gəldiyi sıra 6-cı başlıq, Daranın İskəndərlə müharibəsi. Baxın, indi pələngər bitdi, Dara başladı. Çiləsi bitmək bilmir ki, bilmir. İkinci döyüş oldu Dara ilə. Bu necə oldu? Bu hissəsini sizə deyim. Suallar verim, sual əsasında izahını verim. İskəndər nə üçün Dara ilə müharibə etməyə qərar verdi? Niyə? Sizcə axı ona xərac verirdi? Atasının qoyduğu adəti davam edirdi. Nə oldu da ki, birdən-birə Dara ilə müharibəyə başladı? Çünki Dara ona verilən xəracın 2 qatını istədi. Bu niyə baş verdi? Burasını izah edeyim sizə. Demək, Dara bu pələngərlə döyüşdən sonra İskəndərin şanı, şöhrəti başladı dünyaya yayılmağa. İskəndərin necə bir güclü hökmdar olmağı artıq Daranı narahat etməyə başladı. Misal var idi, Daranın kürkünə birə düşdü, bax. Eynən elə bir şey. Dara başladı narahat olmağa və düşündü ki, İskəndəri necə eləsin ki, önündə belə deyim də alçaltsın bir növ. Yəni sübut eləsin ki, mən sənin güclü hökmdaram. Buna görə İskəndərin o verdiyi xəracı 2 qat artırdı və qarşısına şərt qoydu ki, ya bu xəracı verməlisən, ya səndən müharibə eləyirəm. Bir növ İskəndəri sınamaq da istəyir ki, görüm ona cavab verəcək. İskəndər də artıq belə deyim də boğaza yığıldı bunun əlindən. Ona görə müharibəni seçdi. Hərb yolunu seçdi ki, yəni nə olacaqsa olacaq. Sual, toqquşma yerinə yetişən hər iki ordu, təsəvvür edin, Daran ordusundan İskəndərin ordusu üz-üzə gəlib meydanda. Hər iki ordu üz-üzə durdu. Döyüşə başlamağa kimdə cəsarət yox idi? Yəni, hansı tərəfdə cəsarət idi? Daranın qoşununda, yoxsa İskəndərin qoşununda? Hansı cəsarət eləmirdi? Cavab, heç kəsdə. Hamı düşünürdü ki, bəlkə sülh ola. Əsərin özündən oxumuşam, uşaqlar. O hissə varmı? Dara ilə olan müharibə. İnanırsınız, ora möhtəşəmdir. O hissəni oxuyanda bir anıq elə bilirsən döyüşün ortasındasan. Təsəvvürləyin, 2 ordu qabaq-qabağa gəlib. İkisi də güclü ordudur, ikisi də güclü hökmdardır. Dara da güclü hökmdardır, ha yenilməzdir. Və o əskərlər ki var, döyüşçülər daha doğrusu, orduda olan. Hamısı sıxıntı keçirdir və hamısı həyəcan içindədir. Heç bir tərəf addım atmır. İlk addımı atmır. Nə bu tərəf döyüş istəmir, nə bu tərəf döyüş istəmir. İkisi də 2 hökmdarın egosu qarşısında qalır. Var belə deyim. O da inatkardır, bu da. Amma döyüşmək istəmirlər. Çünki 2 tərəf də qorxur. 2 tərəf də açıq döyüşdən qorxur. Döyüş başlayır başlamaqla. Bir şey də deyim sizə. Orada mən ki dedim, Kəyan adətinə hörməti var idi. Bax, görürsünüz, hörmətdən dolayı, Dara, İskəndər hörmətdən dolayı birincisi taxta çıxan kimi onunla müharibə eləmədi, xəracı verməyə davam elədi. Bu ona olan hörmət idi. Bu bir, Kəyan adətinə deyərkən Daranın nəslin kökünü nəzərdə tuturuq. İkincisi, o Dara ilə müharibəyə gedəndə də Ərastu ilə məsləhətləşdi. Ərastu ona dedi ki, İlk döyüşü sən təklif eləmə. İlk döyüşə sən girmə. Bax, yəni bu da ona olan hörmətdir, Daraya olan hörmətdir. Yəni sadəcə İskəndər 2 qat xəracı vermək istəmədiyini dedi, amma o halda döyüş edirəm deyən ilk döyüşə addım atan Dara oldu, İskəndər yox.
Nəsə döyüş başlayır, uşaqlar 3 gün 3 gecə döyüş gedir. Yəni bir gündən həll olunacaq döyüş deyildi. Artıq döyüşçülər də yorulmuşdu. İki tərəf də ağır itkilər verdi. 3 gün qanlı döyüş gedir. Ondan sonra Daranın öz adamları, ən yaxınları, ən güvəndiyi silahdaşları gəlir İskəndərin yanına, deyir ki, bəs bilməzsən, biz Daranı öldürə bilərik. Çünki bizə çox güvənir. Biz onun yanındayıq. Amma bir şərtimiz var da, biz onu öldürsək, sən bizə vəzifə verəcəksən, sən bizi, yəni hədiyyə, ənam, qızıl, var dövlət, yəni bunu təmin edəcəksən, söz versənsə, biz Daranı öldürək. O 3 gün ağır döyüşdən sonra yəni iki tərəfdə nə qalib olmur, nə məğlub olmur, heç-heçə bitir döyüş 3 gündür. İskəndər də artıq yorulmuşdu. İndi burada testə düşən bir məqam var, diqqət olun. İskəndər testə salıb ki, İskəndər o Daran adamlarının sözünə inanmadı. Bu düzgün fikirdir ha. Həqiqətən İskəndər onların dediyinə inanmadı. Bilirsiniz, onlar o təklif edəndə bu insan belə təəccüb içində qalır, şok keçirir. Yəni bunlar nə danışır? İnanmır. İnanmaya, deyir, hə, razıyam. Birincisi, niyə razılaşdı? Birincisi, inanmadı. Dedi, görün, bunlar doğru mu deyir, bunu edəcəklərmi? İkincisi də İskəndərə sərf eləyirdi. Çünki döyüş bitmək bilmirdi. Daranın öldürülməsi İskəndərə sərf eləyirdi. O, Putinin çox gözəl bir sözü var. Uşaqlar, burada yeridir, məqamı yerinə düşür. Onun sözü çox xoşuma gəlir. Deyir, Leningrad küçələri mənə çox gözəl bir şey öyrətdi. Əgər döyüş qaçılmazdısa, ilk zərbəni sən indir. İndi həmin məsələdir. İskəndər baxdı ki, döyüş qaçılmazsa, artıq nə yolla olur olsun, Daranın öldürülməyi ona sərf eləyirdi. Bir də, yəni, hökmdar olsa, qoşun da alacaqdan məlum məsələdir. Və Daranın adamları həqiqətən də Daraya xəyanət elədi, onu öldürdü. Öldürəndən sonra İskəndərin üstünə gəldilər ki, bəy iş həll oldu. Baxın, İskəndər Dara ilə döyüşdü. Daranı məğlub elədi, amma Daranı öldürmədi ha. Bax, testə səhv götürməyin. Daranı öz adamları öldürdü, İskəndər öldürmədi. O sadəcə onu məğlub eləyirdi. Və o son döyüşlərdə üstünlük artıq İskəndərdə idi. Ona görə deyirik, məğlub elədi. Üstəlik, üstünlük artıq İskəndərə keçmişdi. Nə deyirdim? Demək, Dara öldürəndən sonra gəlir İskəndərin yanına ki, bəs bizim vəzifəmiz, ənamız, hədiyyəmiz nə olacaq? İskəndər bir kişilik eləyir. O fikirləşir, deyir, siz xəyanətkarsınız. İllərlə xidmət elədiyiniz hökmdara xəyanət elədirsə, yəni sabah mənə edəcəksiniz. Siz güvənilir biri deyilsiniz. Yəni insan da öz hökmdarına xəyanət edərmi? Bunu bir növ öz adamlarına da ibrət dərsi olsun deyilədi. Onların gözünün qabağında ikisini də öldürdü. Yəni, hökmdarına xəyanət edənin aqibəti budur. O, Daraya xəyanət edəni belə elədimsə, mənə xəyanət edəni görmək eləyərəm. Yəni, bir növ hamısı, belə deyim də, öz dərsini aldı oradan. Belə. Bununla da Daranın döyüş bitdi. Daranın döyüşdən sonra gəlir bizim 7-ci hissəmiz, başlığımız. 7-ci başlığımız İskəndərin Bərdəyə gəlməsi. Ardıcılığı təkrar edeyim. Birinci başlıq nə idi? Dastanın xülasəsi, qısaca məzmunu. İkinci nə idi? Dastanın başlanğıcı. Dastan başladı. Üçüncü nə idi? İskəndərin, artıq İskəndər dünyaya gəlib, İskəndərin təlim alması. Sonra nə oldu? İskəndərin taxta çıxması. Dalı ilə ilk döyüşü, zəncilərlə onun müharibəsi. Onun arxasınca nə gəldi? Zənci çiləsi bitdi, Dara çiləsi başladı. 6-cı hissə Dara ilə döyüşü. Sonra gəldi nə? İskəndərin Bərdəyə gəlməsi. Baxın, İskəndərin Bərdəyə gəlməsi Nizaminin təxəyyülünün məhsuludur. Yəni, həyatda belə bir şey olmayıb. İskəndər Bərdəyə gəlməyib. Amma Nizami öz təxəyyülündə, yəni xəyalında canlandırıb ki, İskəndər Bərdəyə gəlib. Bu, onun təxəyyülünün məhsuludur, sırf bu hissəsi. Gəldik. İskəndərin Bərdəyə gəlməsi. Bu hissə necə başlayır? Cavab, Bərdənin tərifi ilə. Bərdə necə gözəldir, necə qəşəngdir. Bu cümlə ilə başlayır Bərdəni tərif eləməyə. Qışı da, yazı da, güldür, çiçəkdir. Bax, belə təriflə Bərdəni tərifləməyə, tərənnüm eləməyə başlayır. Bərdənin hakimi kim idi? Yəni, hökmdarı kim idi? Nüşabə, qadın idi. Onun xidmətində kimlər dururdu? Xidmətini deyərkən, yəni sarayında ona xidmət edənlər kimlər idi sarayında? Qadınlar. Yəni, onun bütün xidmətçiləri, ona xidmət edənlər, hamısı qadın idi. Onun sarayında kişi yox idi.
30 min qulam. Qulam burada o döyüşçüdən söhbət gedir. Nüşabənin ordusunun döyüşçüləri. 30 min qulamdan kim onun üzünü görmüşdü? Hökümdarının üzünü görmüşdü? Cavab: heç kəs. O kişilərdən, o qulam hamısı kişi idi, 30 min. 30 min kişidən heç bir Nüşabənin üzünü görməmişdi. Nüşabə gündüzlər insanlara yardım edərdi, xeyriyyəçiliklə məşğul idi. Bəs gecələr nə ilə məşğul olardı? Cavab: səcdə etməklə. Allaha səcdə edərdi, Allaha dua edərdi. Yəni çox dindar, mömin bir qadın idi. Nüşabə İskəndərin gəlişini eşidəndə hansı addımı atdı? Nüşabə eşidir ki, İskəndərin qoşunu Bərdəyə gəlib, Bərdədə məskən salıb, İskəndər Bərdədədir. Bunu eşidən kimi neynədir? Anında İskəndərin olduğu yerə ləziz yeməklərdən pay göndərdi. Burada İskəndər 2 dəfə təəccüblənir. Birinci Bərdəyə gələrkən Bərdəyə baxır ki, nə gözəldir bura. Özə baxır ki, insanlar necə xoşbəxt yaşayır, rifah içində, sakit, huzur, asayiş var, hər şey var və maraqlanırkən necə gözəl yerdir. Buranın hakimi kimdir? Deyirlər Nüşabə adlı qadındır. İstərsəməz İskəndərdə bir maraq oyanır ki, bu kimdir bu qadın? Amma Nüşabənin ora pay göndərməyindən sonra, ləziz yeməklər göndərməyindən sonra bunun marağı 1-ə 5 artdı. Və anında qərar verdi ki, yox, mən bu qadını görməliyəm. Bu hökümdarı görməliyəm. Sonra İskəndər hansı qiyafətə saraya gəldi? İskəndər saraya gəlib, Nüşabəni görməyə gəlib. İskəndər qoşunu qoydu orada, özü təhcəni. Təhcanlı götürdü, gəldi Nüşabənin sarayına. Bəs hansı adla gəldi, nə adla gəldi ora? Elçi adla gəldi. Güya ki, İskəndərin elçisidir. İskəndər bunu göndərib Nüşabənin yanına. Demədi özüyəm, dedi onun elçisiyim. Nüşabə onun elçi olmadığını necə anladı? Bundan öncə bir sual verim. Nüşabə taxta oturmuşdu. Əlində də bir meyvə var idi. Belə tuturdu meyvəni. O meyvə hansı meyvə idi? Portağal. Portağal orada günəşin simvolu kimi əlində tutub saxlayırdı onu. Nüşabə onun elçi olmadığını necə anladı? Hardan bildi ki, bu elçi deyil? İskəndərin sürətlə içəri girib birbaşa taxta oturmasından, elçiyə məxsus adətə əməl etməməsindən. Bəs yaxşı, elçiyə aid, belə deyim də, elçiyə məxsus adət nə idi ki, İskəndər ona əməl eləmədi? Cavab: elçi hökümdarın hüzuruna, yəni adətə görə əgər başqa hökümdarın elçisi də saraya girirsə, hökümdarın qəbuluna girməmiş, qapının ağzında silahını, qılıncını açıb təhvil verməlidir. Silahla hökümdarın qəbuluna girmək olmaz. Təhvil verməlidir o qapının ağzında. Bir də içəri girəndə baş əyməlidir, təzim etməlidir. İskəndər də hökümdardır, onda baş əymək deyə bir şey canında, qanında yoxdur. Bu uşaqlıqdan əl üstə böyüyür. İskəndər də içəri girəndə, axı bilmir elçi hansı şey eləməlidir. İskəndər hökümdardır, axı bu elçi deyil, elçi olsa onu eləyərdi. Bu heç vaxt onu eləməyib, bax, adət eləməyib, vərdiş deyə bir şey var. İçəri girən kimi silahla sursatını açmadı və özündən asıl qeyri-ixtiyarı getdi birbaşa taxta oturdu, əyləşdi. Çünki bu buna alışıb, bunu öyrənib və ondan Nüşabə hiss elədi ki, bu elə İskəndərin özüdür, elçi falan deyil. İndi diqqətli olun, bunu Qönçə Qədirlidə, yəni bir misrasını verib birini verməyib, ona görə tezdə bu çaşqınlıq yaratdı. Mən bu əsərin özünü axtardım, araşdırdım və tapdım. İkinci misra, demək, məsələn bilirsiniz ki, cüt-cüt qafiyə olur. Demək, bu 2 misradan birini veriblər, birini verməyiblər. Ona görə də uşaqlarda çaşqınlıq yaradırdı. Orada belə bir cümlə var, deyir, Nüşabə İskəndərə deyir ki, sən İskəndərin özüsən, onun elçisi deyilsən. Cavabında İskəndər belə deyir. Deyir ki, İskəndər dənizdir. İskəndər dənizdir, mən çayam, ancaq günəşlə kölgəni olmaz bir tutmaq. Testdə bunu vermişdi, bu beyti vermişdi və deyir ki, bu hansı obrazın dilindən söylənilir? Bilirsiniz ki, testdə nitqlərə daha çox üstünlük verirlər. Təkrar edirəm, bu beyti verib, deyir, bu beyt hansı obrazın dilindəndir. İskəndər dənizdir, mən çayam, ancaq günəşlə kölgəni olmaz bir tutmaq. Bu il İskəndərin özünün dilindən söylənilib. Amma İskəndər orada, yəni elçi qismində bunu dedi. Yəni İskəndər dənizdir, mən çayam. O günəşdir, mən onun kölgəsiyəm. Sən məni necə İskəndər hesab eləyə bilərsən? Mən elçiyəm. İstəyir dana da bildirməsin ki, bu İskəndərdir. Bu cümlə İskəndərin ağzından çıxıb.
Bunu deyəndən sonra ardıcılığa diqqət edin. İskəndər bunu deyəndən sonra Nüşabə deyir ki, İskəndərsənsə, yəni elçidə deyir, İskəndərə elçidə belə cəsarət, hiddət olmaz deyir. Sən elə İskəndərin özsən. Yəni o özünü isbatlamağa çalışır ki, mən İskəndər deyiləm, mən elçiyəm. Bu da deyir ki, elçidə belə cəsarət, hünər olmaz axı. İndi gəlin görək bu cümləsinin qabağında nə deyir ona qarşılıq olaraq? Deyir, İskəndər də cavabında deyir ki, bir tülkü aslandan xəbər gətirməz. Bir tülkü aslandan xəbər gətirməz. Yəni İskəndərin elçisi də aslan olmalıdır. Aslandan aslan xəbər gətirir. Ona görə məndə bu cəsarət var. Cəsarətimi İskəndərdən alıram. Sonra indi Nüşabə yenə isbatlamağa çalışır ki, sən İskəndər deyilsən. Buna görə nə edir? Demək, Nüşabədə bir adət var idi. O, dünyanın məşhur rəssamlarına, dünyadakı nə qədər məşhur hökmdar var, hamısını rəsmini çəkdirmişdi. Axı rəssamlar bilirsiniz, deyərlər, gəzir, görür. Ona görə hamısına onların şəklini çəkdirib, ipəkdə portretini çəkdirib, sarayında saxlayırdı. Və üstü örtülü bir şəkil gəlir, portret gəlir, İskəndər gəlir. Təəccüb içindədir ki, görən bunadır. İpəyi belə qaldırırlar şəklin üstündən. İskəndər özünü görəndə. Bilirsiniz, nə hisslər keçirir. Artıq sübut oldu ki, bu İskəndərdir. Nüşabə deyir ki, bax bu sənsən də, hökmdar İskəndər, sənin şəklin var məndə. Bunu deyəndən sonra indi suala diqqət olun, çünki testdə var. Nüşabə onun İskəndər olduğunu demək, ispatlayandan sonra İskəndər özünü necə hiss etdi? Belə bir sual qoymuşam. Cavab, aciz qalaraq qorxudan Allaha sığındı. Baxın, İskəndər kimi Fatih o məqamda qorxdu və Allaha sığındı. Bilirsiniz niyə? Bilirsiniz niyə aciz duruma düşdü, qorxdu? Çünki İskəndər tək idi. Qoşunu orada qoyub, nə qədər güclü Fatih də olsa, hökmdarın arxası böyük dayaq filmində də deyirik. Yəni, insanın arxası xalq olmalıdır. Onun arxası xalq idi, döyüşçüləri idi. İskəndər təkdir, Nüşabənin sarayındadır. 30 min qulamın qabağında nə edə bilər? Çox da küçündə silah var, bir nəfər. Ona görə aciz duruma düşdüyü üçün qorxdu və bilmir ki, Nüşabə nə reaksiya verəcək. Bunu tutacaqmı, həbs mi edəcək, öldürəcəkmi, bilmir. Ona görə fakt İskəndər qorxdu. Bu testdə var, qorxdu. Keçdik nəyə? O, Nüşabə baxır, bunun qorxduğunu hiss eləyir və orada bir bənd deyir. Deyir ki, testdə də var, deyir, aslanın erkəyi dişisi olmaz, kimin dilindən söylənir, kimin nitqidir, Nüşabənin. Deyir, erkək tinətliyəm, olsam da qadın, hər işi bəllidir mənə dünyanın. Mən də bir aslanam, düşünsən biraz, aslanın erkəyi dişisi olmaz. Bax, bu deyim Nüşabənin deyinə, yəni nə olsun qadınam, məndə də kişilik xüsusiyyət var. Bir taxta iki tacıdar yaraşmaz, öz taxtını deyir. Yəni, mərdlik eləyir də Nüşabə orada. İskəndərin aciz duruma düşməyindən fürsətçi kimi istifadə eləmir. Nə olsun qadınım, mən də aslanam, məndə kişi qeyrət var, gəl buyur, otur taxtımda, sənə taxta oturmaq yaraşır, elə əyləş. İskəndərin, yəni Nüşabənin bu hərəkət İskəndərə çox xoş gəlir. Və ondan sonra nə edir? Taxta əyləşəndən sonra yəni İskəndərə bir rahatlıq gəlir. Daha arxayındır ki, Nüşabə buna təyəb toxunmayacaq. Nüşabə ortaya süfrə açdırır. Yəni süfrə açdırır və ortaya yeməklərdən qabaq, demək sinidə nə gəlir? Sual kimi də qoymuşam. Nüşabə yeməkdən öncə onun qabağına nə qoyur? Kasalar gəlir, belə nimçələr. 4 dənə kasa gəlir. 4 nimçə gəlir. Üstü də ipəklə örtülü. İskəndər də oturub kendi deyir, yemək yiyəcəm. O süfrə qurulub və qarşısına nimçədə yemək gəlir. İskəndər onların ağzını açanda baxır ki, birinin içində ləl var. Ləl nədir? Ləl brilyant. İkincini açır ki, dolu qızıldır. Üçüncü nimçə dür. Dür nədir? Yəni mirvari, muncuq, inci. Dördüncünü açır yaqut. Bahalı daş, qiymətli daş bilirsiniz. İskəndər də Musa'nı soruşur ki, yəni bu nə demək istəyirsən sən bundan? Nüşabə cavabında nə deyir? Deyir ki, əgər daşın boğaza yolu yoxdursa, yəni bunu yeyə bilmirsənsə, buradan getmirsə, bunlar üzündən müharibə edib qan tökməyə dəyərmi? İskəndər də hazır cavabı deyir, burasını deyir. İskəndər də qayıdır deyir ki, çox qəşəng deyir ki, bu sözlərin deyir o zaman dəyərli olardı ki, mənim üçün.
sən özün də bunlardan qaçaydın. Yəni siz nə deməksən? Yəni deyir ki, əgər bunlar dəyərsizdirsə, səndə nə gəzir? Səndə hardandır? Sən sarayında süfrəndə nə gəzir bəs bunlar? Ona görə deyir, o zaman dəyərli olardı ki, sən özün də bunlardan qaçardın. Bunlar səndə də tapılmazdı. Amma yenə də buna rağmen Nüşabəyə haqq qazandırır, deyir, düz deyirsən. Nə deyirsən, düz deyirsən, haqq qazandırdı. Ya da saxlayın. Bundan sonra bu nimçələr yığışdırılır, süfrəyə yemək gəlir. Demək, süfrəyə yemək gəlir, İskəndərin qabağına qoyulan yeməkdən hər dəfə İskəndər əlini atmamış, Nüşabə ondan bir qaşıq götürür, ağzına alır. Bunu nə üçün eləyirdi? Çünki o vaxt bilirsiniz ki, hökmdarların böyük bir qismi zəhərlənərək öldürülüb. Yəni hökmdarlara bu şəkildə sui-qəsd hazırlanırdı. Nüşabə də bunu isbatlamağa çalışırdı ki, yəni rahat ol da, zəhər falan yoxdur. Birinci özü dadırdı ki, rahat ye. Amma sonra bu proseslər İskəndəri sıxır, artıq yorulur sanki, mənlə yorulur və durub getməyə çalışır. Durub gedərkən Nüşabə ilə əhd peyman bağlayırlar. Əhd peyman. Necə ki, Nüşabə ona mərd davrandı. O da Nüşabənin bu mərdliyin qarşılığını verir. Ona söz verir, əhd peyman bağlayır ki, mən sənin ölkənə toxunmayacağam. Sülh bağlayırlar. Sülh bağlayırlar və onun mülkünə ziyan vurmayacağına söz verir. Və sözün üstündə də axıra kimi durur. Hətta bunların arasında dostluq münasibətləri də yaranır. Sonradan əsərin geniş versiyasında var uşaqlar. Demək, Nüşabəni ruslar əsir götürürlər döyüşdə. Onu onların əlindən əsirlikdən İskəndər gedir, xilas edir. Bax, o yaxşılığının qarşılığını artıqlaması ilə verir İskəndər. Bizim Şərəfnamə əsərimiz bitdi. Şərəfnamə, yəni bildiniz ki, artıq Şərəfnamənin ən son başlanğıcı nə oldu? İskəndərin Bərdəyə gəlməsi. Bundan Şərəfnamə bitdi. İkincisi İqbalnamə başlayır, amma artıq gecdir. İqbalnamə hissəsini söz verirəm. Qısa müddət ərzində yenə çəkilişini eləyəcəm.